9 titul döyüşü. Donald Trump bildirdi ki, UFC AF turnirində gələn ilin, yəni iyul ayında başlayacaq möhtəşəm bir, maştablı bir yarışda 9 döyüş olacaq ki, titul uğrunda başlayacaq. Bəzilərini biz bilirik. John Johnson'la Alex Pereira'nın döyüşü, Conor McGregor Michael Chandler'a qarşı, İslam Makhachev Topuria, İlya Topuria əsas məncə main event o olacaq. Və ondan savayı bəzi məsələlər də müzakirə olunur. Nə dərəcədə real olacaq onu bilmirik. Hamza Chimayevin də adı hallanır. Chimayevlə ya Nasruddin İmamov, ya da ki növbəti çəkişə qalxıb Magomed Ankalayevlə döyüş təşkil edə bilərlər. Belə bir məlumat var və yaxın zamanlarda artıq Dana White özü də təsdiq edəcək. Hansı döyüşlər orada baş verəcək? Sizcə hansı döyüşlər orada olmalıdır? Hansı döyüşlər görmək istəyirsiniz? Onu mütləq rəylərdə yazın, müzakirə edin məsələni. Məncə UFC tarixində ən böyük turnir məhz bu olacaq.